Oktyabrın 6-sından 13-ünə qədər bütün bürclər üçün ətraflı ulduz falını təqdim edirik. Qoç bürcü, bu həftə həyat sizə dərs verməyə hazırdır. Həssaslığınızdan sui-istifadə edə biləcək insanlar var. Onlara qarşı diqqətli olun. İş axtaranlar üçün uğurlu xəbərlər gələcək. Sevgi məsələlərində isə səbirli olun. Təəssüf ki, gözlədiyiniz xoşbəxtlik bir qədər gecikə bilər. Uğurlu günləriniz 8-11 oktyabr, uğursuz gününüz 9 oktyabr. Buğa bürcü, bu həftə pul məsələlərində çətinlik gözlənilmir. Əksinə bolluq içində olacaqsınız, amma sizi əsəbləşdirən insanlar və şəxsi işlərinizə qarışanlar olacaq. Emosiyalarınızı nəzarətdə saxlayın, xüsusən sevgilinizlə münasibətdə ehtiyatlı olun. Keçmiş münasibət yenidən gündəmə gələ bilər. Uğurlu günləriniz 7-10 oktyabr, uğursuz gününüz 6 oktyabr. Əgizlər bürcü, bu həftə taleyin sizə bəxş etdiyi gözəl imkanlar var. Maraqlı tanışlıqlar, yeni təcrübələr və sürprizlər mümkündür. Lotereya və riskli addımlardan uğur qazana bilərsiniz. Sağlamlıq və həyat tərzinizi yaxşılaşdırmaq üçün səy göstərin. Uğurlu günləriniz 6-11 oktyabr, uğursuz gününüz 10 oktyabr. Xərçəng bürcü, bu həftə cazibədarlığınız zirvədə olacaq. Ancaq işdə ehtiyatlı olun, səhvlər sizi çətin vəziyyətə sala bilər. Yeni ideyalar istədiyiniz nəticəni verməyə bilər, amma həftənin sonu sizi motivasiya ilə dolduracaq. Bu həftə bəlkə də həyatınıza yeni biri daxil olacaq. Uğurlu günləriniz 7-8 oktyabr, uğursuz gününüz 10 oktyabr. Şir bürcü, həftə ərzində xəyalpərəst ruh halınız sizi səhv qərarlara apara bilər. Ehtiyatlı olun. Ticarət və alış-veriş üçün isə yaxşı zamandır. Münasibətlərdə diqqət və qayğı göstərməyiniz mütləqdir. Əks halda anlaşılmazlıqlar yaşana bilər. Egoistliyinizi kənara atın. Uğurlu günləriniz 10-11 oktyabr, uğursuz gününüz 8 oktyabr. Qız bürcü, tələsik qərarlardan uzaq durun. Hər şeyi təhlil edib hərəkət edin. Necə dəyərlər 100 ölçün, 1 biçin. Bu həftə xərclərə nəzarət vacibdir. Əks halda büdcəniz zərər görə bilər. Arzuladığınız bir hadisə baş verə biləcək. Hazır olun. Subaylar üçün yeni münasibətlər gözlənilir. Uğurlu günləriniz 6-9 oktyabr, uğursuz gününüz 10 oktyabr. Tərəzi bürcü, həftənin əvvəlində gərginliklər yaşana bilər, xüsusilə rəhbər və ya yad insanla mübahisə mümkündür. Amma əmlakla bağlı uğurlar əldə edəcəksiniz. Subay tərəzilər üçün isə maraqlı tanışlıq ola bilər. Şəxsi sərhədlərinizi qorumağı unutmayın. Uğurlu günləriniz 11-13 oktyabr, uğursuz gününüz 10 oktyabr. Əqrəb bürcü, bu həftə demək olar ki, hər şey sizin xeyrinizə olacaq. Həm işdə, həm də şəxsi həyatda uğurlar sizi gözləyir. Sağlamlıqla bağlı müsbət dəyişikliklər mümkündür. Amma gizli hisslər və qarşılıqsız sevgi sizi yora bilər. Çalışın bu həftə işlərinizə köklənəsiz. Ümumiyyətlə, oktyabr əqrəblər üçün yaxşı dövr hesab olunur. Uğurlu günləriniz 10-11 oktyabr, uğursuz gününüz 6 oktyabr. Oxatan bürcü, bu həftə iş həyatında təşəbbüskar olsanız böyük uğurlar sizi gözləyir. Yaradıcı ideyalarınız rəhbərlik tərəfindən bəyəniləcək. Şəxsi həyatınızda gözlənilməz sürprizlər və yeniliklər mümkündür. Ancaq sizi manipulyasiya etməyə çalışan insanları özünüzdən uzaqlaşdırın. Bəzi şeyləri yola verməmək məsləhətdir. Uğurlu günləriniz 6-10 oktyabr, uğursuz gününüz 8 oktyabr. Oğlaq bürcü, bu həftə xarici əlaqələriniz güclənəcək. Həyat və ya beynəlxalq təkliflər ala bilərsiniz. İş yerində sizə paxıllıq edən insanlara qarşı diqqətli olun. Romantik münasibətlərdə isə açıq söhbətlərə ehtiyac var. Özünüzü də unutmayın. İstirahətə və özünüzə diqqət bu həftə vacibdir. Uğurlu günləriniz 7-10 oktyabr, uğursuz gününüz 12 oktyabr. Dolça bürcü, bu həftə maliyyə baxımından şanslısınız. Qəfil gəlir və ya bahalı hədiyyə ilə qarşılaşa bilərsiniz. Dəbdəbəli yerlərdə vaxt keçirmək üçün imkanlar yaranacaq. Karyeranızda da irəliləyiş gözlənilir. Ancaq diqqətli və məsuliyyətli olmağa davam edin. Uğurlu günləriniz 7-8 oktyabr, uğursuz gününüz 10 oktyabr. Balıqlar bürcü, bu həftə həyatınıza yeniliklər gələcək. Maraqlı insanlarla tanışlıq və gözlənilməz xəbərlər sizi sevindirəcək. İşdə əzmkarlığınız rəhbərlik tərəfindən yüksək qiymətləndiriləcək. Romantik görüşlər üçün mükəmməl zamandır. Xüsusilə 9 və 10 oktyabr tarixlərində səyahət və ya münasibətlərinizlə bağlı yeniliklər gözlənilir. Keçmişdə etdiyiniz bir səhvi düzəltmək üçün əla fürsətdir. Uğurlu günləriniz 9-10 oktyabr, uğursuz gününüz 8 oktyabr.